Ordubadın Gəncə kəndi. Mən bu kənddə bir dəfə də olmuşam. İndi ikinci dəfədir ki, bu kəndə gəlirəm. Bu kəndin adət ənənəsindən keçən dəfə danışmışdım. İndi bir maraqlı xüsusiyyəti də var. Kənddə qadınlar, deməli xüsusilə deməli çarşaflarda gəzirlər. Yəni müəyyən ayrı-ayrı tədbirlərə gedəndə, hüzur məclislərinə gedəndə, hətta kəndin içində belə. Yəni o qədər maraqlıdır. İndi siz görürsünüz bu xanımları. Hamısı çarşafdadır. Yəni çarşafsız küçəyə çıxmazlar. Mən hətta bir müşahidəm də var ki, əgər bir nabələd maşın, avtomobil görərlərsə, dərhal qadınlar yaşmanır və üzlərini divara çevirirlər. Bu kəndin özünə məxsus bir adətidir. Qədimdən belədir. İndi mən bir məclisdəyəm, bilmirəm indi xanımlardan kimsə danışdıra biləcəmmi, bilməyəcəmmi. Amma çalışacağım ki, kimlərinsə fikrini öyrənə bilim. Yəni çarşaf bu kənd üçün nədir? Salam xanımlar. Deməli, sizdən söhbət eləyə bilərəmmi? Bax, çarşafdasınız, maşallah, nə bilim, yadıma bizim qədim məşhur filmləri salırsınız. Bu çarşaf Gəncə kəndindədir, eşitdiyimə görə. Nə əhəmiyyət kəsb eləyir, bax, bu çarşaf sizin üçün? Bir xanım... Necə? Orada xanımla soruşum desin. Elə mi? Orada danışacaqlar. Siz danışmaq istəmirsiniz. Xanımlardan kim danışacaq? Dilşad xala. Hər kəs də burada deyəsən danışmaq istəmir. Elə mi? Salam, necəsiz? Dilşad xala. Çox sağ olun. Mən bu kənddə qadınlarımızın hamısını çarşafda görürəm. Çox maraqlı gəldi. Dedilər ki, Naxçıvanın, Ordubadın bəzi kəndləri deyəsən var, amma Gəncədə xüsusilə var. Çarşaf nə məna kəsb eləyir Ordubadlı xanım üçün, qadın üçün, Gəncəli qadın üçün? Birinci Hacılar abırdır, həyadır, ismətdir. Bizim kəndimiz Hacılar kəndidir. Bütün kişilər hamısı hacı gedib gəliblər. Onların xanımları da onlara hörmət mənasında özləri də elə həmişə abırı, isməti, həyanı qoruyublar. Çarşaf bizim üçün abırdır, həyadır, ismətdir, hər bir şeyimizdir. Ona görə bizim kəndimizin belə adi cavan gəlinləri də çarşafdan heç vaxt imtina eləməyiblər. O bizim yəni könüllü adət seçiblər. Elə mi? Könüllü seçirlər də. Yəni bəli. gəlinə deyirsinizmi ki, mütləq bunu bağlamaq lazımdır? Yox, özləri elə seçirlər. Yox, könüllü seçirlər. Kənardan gəlin alsanız o da qaydalara əməl edilmir. Evdə anasını çarşaflı görür, evdə özündən böyük bacı, salınlı bacısını çarşaflı görür. O da o adət-ənənəni unutmur, götürür. Bizdə heç bir məcburiyyət yoxdur. Hamı könüllü bu çarşafı götürübdür. Çox gözəl, çox maraqlıdır. Mən hətta bu xanımı da çəkəcəm mütləq. Bayaq deyir ki, qızım bu kəndə gəlin gəldi və siz də qonşu Nüsnüz kəndindənsiniz, eləmi? Sizdə varmı çarşaba bürümü? Bizim kəndimiz yoxdur, davam eləyirlər. Yaşlılar örtür. Qızınız gəldi burada, çarşaf bağladı və siz də ana kimi dediniz ki, qızım bağlayırsa mən də bağlayayım, eləmi? Sizin üçün nədir çarşaf? Çarşaf elə bacım dediği kimi abır, həya, ismətlə elə də. İndi mənim çarşafım yoxdur, mənə abırsız sayırsınız. Yox. Hər yerin bir dabı var da, buranın dabı. Adətidir. Yəni nənələrimiz, nə bilim, analarımız necədirsə, biz də bunu etməliyik. Bu, yəni sadəcə belə tədbir, mərasimlər üçündürmü? Yoxsa küçəyə çıxanda bir mənalı olaraq mütləq çarşafı başınıza atmalısınızmı? Həmişə, eləmi? Aydındır. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Və bunu da nəsildən nəsilə ötürürsünüz də, yəni. Biz nəsildən nəsilə gözümüzü açmışıq, belə görmüşük, bir adətimiz də belə gedir. Biz nəsildən nəsilə ötürülən bir adət-ənənədir. Bəs kənardan gələn gəlinlər buna əməl eləyirmi? Kənardan gələn gəlinlər? Gəlirlər, görürlər, götürürlər hamısı. Oldu, sağ olun, çox sağ olun. Bir daha xatırladım ki, bax, bura Ordubadın Gəncə kəndidir və Gəncə kəndində xanımlarımızın hamısı
tədbirlərə, küçəyə çıxanda çarşafla çıxırlar. Maraqlı, gözəl bir kənddir.